Elhamdülillah Rabbil Alemin. Salatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Allah Teala hamd senalardan sonra Allah Teala'dan isteyirik ki Allah Teala kardeşimizin evladını onun üçün göz bəbəyi etsin. Onu Allah'ı sevən, Allah'a itaatdə böyüyən kimsələrdən etsin. Çünki insanın xeyirli olması, Allah qatında ucalması, onun Allah'a olan sevgisinə və qulluğu doğrultmasına görədir. Yəni, nə qədər insan Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərsə, bir o qədər də ucalır. Yəni, insanı ucaldan bir şey varsa da, o da itaatdir. Qulluqdur. Çünki Allah Teala Quranda, öz kitabında bəşəriyyətin ən əfzəli olan Muhammed sallallahu aleyhi və səlləmi ən uca məqamlarda qul olaraq adlandırır. Və buyurur ki, Subhanəl-ləzi əsra bi'abdihi leylən minəl məscidil harami iləl məscidil aqsəl-ləzi baraknə havləh. Öz qulunu, öz bəndəsini gecə ikən Məscidül Haramdan ətrafına bərəkət verdiyimiz Əqsaya aparan Allah Teala münəzzəhdir. Yəni, naqis sifətlərdən, yəni uzaqdır. Və həmçinin Quranın nazil edilmə məqamında və eyni zamanda dəvət məqamında da Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləmi yəni qul adlandırır. Və bu dünyada ən uca məqam qulluqdur. Yəni, insanın ucalması onu doğrultmasına görədir. İnsan nə qədər bunu doğruldursa, olur Allahın qulu və eyni zamanda da ucalır. İndi sual ortaya çıxır ki, nə vaxt insanın etdiyi əməllər, hərəkətlər, davranışlar qulluq sayılır. Müslümdə gələn hədisdə, Səhih Müslümdə hədis keçir, ilahi hədisdir. Allah Teala buyurur, İnnəmə bə'athtukə liəbtəliyəkə və əbtəliyə bik. Səni göndərdim ki, səni imtihana çəkmək üçün və səninlə imtihana çəkmək üçün. Yəni, Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləmi göndərib, həm o özü imtihanda idi, yəni risaləti çatdırır, çatdırmır. Elhamdülillah, Peyğəmbər s.ə.v risaləti tam şəkildə çatdırıb və yerdə qalır bizim imtihanımız. Yəni, biz Peyğəmbər s.ə.v-lə imtihana çəkilirik. Yəni, onun dediklərini yerinə yetirir, yoxsa yerinə yetirmirik. Və buna əsasən də Şatibi Rahiməhullah buyurur ki, şəriətin gəlməsi insanı nəfsi istəklərindən uzaqlaşdıraraq şəriətin tələb etdiyinə yönəltməkdir. Yəni, şəriətin gəlməsinə əsas məqsəd nədir? İnsanda nəfsi istəklər var və ondan uzaqlaşdıraraq şəriətin tələb etdiyinə
yönətməsidir. Deməli, insanın ucalması qulluğa görədir, ibadətinə görədir. Nə vaxt o əməllər, etdiyimiz əməllər, davranışlar qulluq sayılır, ibadət sayılır, o vaxt ki, şəriətin tələb etdiyinə uyğundur. Uyğun deyilsə, demək, o ibadət sayılmır, qulluq sayılmır. Əksinə, yəni insan nəfsinə ibadət etmiş sayılır. Allaha yox, nəfsinə. Hətta alimlər burada misallar da gətirirlər. Yəni, bəzən insan elə bilər ki, etdiyi əməllər yaxşıdır, ibadətdir, amma özü də bilmədən nəfsinə ibadət edənlərdən olur. Misal olaraq, ən şərəfli əməllərdən biri elm öyrənmək. Əgər bir insan vacib olan elmi yox, vacib olmayan bir elmi maraqlı olduğu üçün, ona ləzzət elədiyi üçün öyrənirsə, alimlər buyurur ki, o insan Allaha yox, nəfsinə ibadət edir. Məsələn, indi elmlərin içərisində usulü fiqh var, fiqhin əsasları, hansı ki, faydalı elmlərdəndir. Mustalahül hədis, hədisin araşdırılma terminləridir, təriflərdir, yəni qaydalardır. Bu da çox faydalı elmlərdən sayılır. Hətta bunu insan öyrənərkən, əgər ən vacib olanı buraxaraq, bunu öyrənir, məqsədi nədir? Maraqlıdır, ləzzət edir. Əgər bu məqsədlə öyrənirsə, deməli, o insan Allaha yox, nəfsinə ibadət edənlərdəndir. Yəni, bu çox mühüm məsələdir, incə məsələdir və eyni zamanda da çox mühümdür. Yəni, bəzən insana elə gəlir ki, öyrəndiyi məsələlər, elm və yaxud da davranışlar, elə problem yoxdur, doğru edir, düzgün edir, amma özü də bilmədən özünü zay edir insan. Və yaxud da başqa bir misal, insan hidayətə gələndən tarixlə maraqlanır. Yəni, baxmayaraq ki, onun özündə nə qədər faydalar var, sahabələrin tarixi olsun, tabiinlərin və digər salih insanların tərcüməyə halı olsun. Hətta bunun özünü də insan vacib olanları öyrənmədən, bunu maraqlı olduğu üçün öyrənirsə, deməli, yenə Allaha yox, nəfsinə ibadət edənlərdən sayılır. Görün, insan 10 ildir, 15 ildir, 20 ildir hidayətdədir, ancaq belə şeylər oxuyur. Niyə oxuyursan? Deyir ki, maraqlıdır, ləzzət edir. Deməli, insanın 10 ili, 15 ili, 20 ili belə zay olur. Deməli, insanın öyrəndiyi elm, ibadət olması üçün üzərinə düşən nədir? Vacib olanı öyrənməsi nəfsinə xoş gəlməsə də. Yəni, nəfsə xoş gəlməkdən deyil. Nəfsinə xoş gəlməsə də nə öyrənməlidir? Üzərinə düşən vacibləri tövhiddən başlayaraq, sonra namazları və bir də gündəlik ona yerinə yetirməsi vacib olan əməlləri öyrənmək də vacibdir. Məsələn, elə əməllər var ki, ona vacib deyil. Əgər bir insan, məsələn, ticarətlə məşğul deyilsə, ticarəti öyrənmək yaxşıdır, amma vacib deyil. Amma nə vaxt ki, ticarətə başlayır, onda ticarət məsələlərini də öyrənməsi vacib olur. Məsələn, bax, qeyd olundu ki, tarix. Məsələn, elə alimlər oldu ki, tarixdən heç nə bilməyib. Çünki sənə qəbirdə o suallar verilməyəcək. Ən vacib olandan başlamalıdır. Nəfsinə xoş gəlsə də, gəlməsə də. Deməli, bunu biləndən sonra insan artıq dərk edir ki, nə qədər maraqlandığı məsələlər, öyrəndiyi məsələlərdə vaxtını boş yerə zay etmiş və nəfsinə ibadət edənlərdən olmuşdur. Və bundan sonra davranışlar olsun. Bütün davranışların hər birində də
şəriətin tələb etdiyi var və digər məsələlər var. Yəni, elə bir məsələ yoxdur ki, orada iki zidd tərəf və orta yol olmasın. Yəni, elə bir məsələ yoxdur ki, orada iki zidd tərəf və orta yol. Yəni, orta yol şəriətin tələb etdiyidir. Amma zidd tərəflər isə birisi ifrata varmaq, o birisi isə təfrid, ikisi də zəlalətdir. Necə İbn Qayyim rahimehullah buyurur, yəni Allah Taala'nın əmrlərindən elə bir əmri yoxdur ki, orada şeytanın iki nəzğəsi, iki vəsvəsəsi olmasın. Ya insanı ifrata vardırır və yaxud da təfrid. Nəyə çalışır? Çalışır ki, insan sırat-ı müstəqimdə, orta yolda qalmasın. Və sonra buyurur ki, fələm yubəli bi eyyihimə zafar. Və bundan sonra hansına meyl etdisə ona məhəl qoymaz. Yəni şeytan üçün fərqi yoxdur. İstəyir ifrata varsın, radikal olsun və yaxud da təfrid, səhlənkar olsun. Çünki ikisi də zəlalətdir. Tək ki, insan orta yolda sırat-ı müstəqimdə qalmasın. Həmçinin İbn Qayyim rahimehullah buyurur ki, şeytan insanı iyiləyir. Şeytan insanı iyiləyir. Və görsə ki, insan fəaldır. İnsan fəaldır. Ona şübhələr verir. Yox, görsə ki, insan tənbəldir, ona şəhvətlər verir. Və insanın da azması ya şəhvətlər tərəfdən olur və yaxud da şübhələr. Başqa birisi yoxdur, üçüncüsü yoxdur. Ya insan şübhə və yaxud da şəhvət tərəfdən azır. Deməli, görsə ki, insan fəaldır, ona şübhələr verir və görsə ki, tənbəldir, şəhvətlər. Və tək ki, insan orada yolda qalmasın. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də bu yola bir gözəl misal çəkir. Səhih hədisdir və buyurur ki, Daraballahu sıratan müstəqimə. Yəni Allah Teala doğru yola, sırat-ı müstəqimə bir misal çəkir. Və fi cənbəti sırat suran. Yolun iki tərəfində divarlar vardır. Və o divarlarda isə açıq qapılar vardır. Və o qapılardan da pərdələr sallanıb. Və sonra buyurur ki, yolun başında bir carçı var. Və o carçı, o dəvətçi çağıraraq deyir ki, ey insanlar, hamınız bu yola girin, sağa sola əyilməyin. Yolun ortasında olan carçı isə deyir ki, insanlardan biri o qapını açmaq istədiyi zaman وَيْلَكَ لَا تَفْتَحُ Vay olsun sənə, onu açma. Əgər açsan, girəcəksən. Açsan, girəcəksən. Deməli, bu misalda çəkilən yol İslamdır. Və yolun kənarlarında olan divarlar isə Allah Teala'nın qoyduğu hədlərdir. Və o pərdə sallanmış açıq qapılar isə haramlardır. Açıq qapılar haramlardır. Və burada alimlər bir faydanı qeyd edir. Deyir, fikir verin, burada keçmədi ki, kilidli qapılar. Açıqdır və sadəcə pərdə sallanır. Nə vaxt ki, qapı möhkəm olur, kilidli olur, insan nə qədər açmaq istəsə də, söykənsə də aça bilmir. Amma nə vaxt ki, insan açıq və pərdəli qapıya elə söykənməklə artıq qapıdan girir. Yəni, o deməkdir ki, insanın haramlara düşməsi də çox asandır. Və sonra buyurur ki, yolun başında olan carçı, o dəvətçi Allahın kitabıdır. Yəni, ey insanlar, hamınız bu yola girin, sağa sola əyilməyin. Amma yolun
ortasında olan o dəvətçi, carçı isə hər bir müsəlmanın qəlbində olan vaizullahdır. Allahın nəsihətçisidir. Yəni, hər bir müsəlmanın qəlbində o var. Diri qəlbi olan insanlarda günaha yaxınlaşmaq istədiyi zaman qəlbdən bir səs gəlir. Başqa rəvayətlər gəlir ki, o mələyin səsidir. Yəni, etmə. Və biraz sonra isə başqa səs gəlir, et. Və İbn Qayyim rahimehullah buyurur ki, insanın qiyamət günü sırat köprüsündə irəliləməsi bu dünyadakı sırat-ı müstəqim üzərində irəliləməsi ilə eynidir. Cəhənnəmin üzərindən sırat köprüsü çəkilib və o köprünün üzərində qarmaqlar var. Və deyir ki, orada qarmaqlar olduğu kimi burada da qarmaqlar var. Və buradakı qarmaqlar hansıdır? Şəhvətlər və şübhələrdir. Şəhvətlər və şübhələrdir. Əgər burada qarmaqlar çox olarsa, yəni insan tez-tez şübhəyə düşərsə və şəhvətlərə dalarsa, onda qiyamət günü sırat körpüsünün üzərindəki qarmaqlar da çox olacaqdır. Ona görə də insan gedişatına baxsın. Yəni, bu dünyada sırat-ı müstəqim üzərində necə gedirsə, eyni ilə də orada gedəcəkdir. Deməli, sırat-ı müstəqim üzərində insanın irəliləməsi üçün də gərək şəriəti bilsin. Elm üzərində olsun ki, atdığı adımlar düzgün olsun. Hasan el-Basri rahimehullah buyurur. Rahimallahu imra'an vaqafa ində avvali həmmihi. Allah o insana rəhm eləsin ki, birinci düşüncəsində dayanar. Birinci düşüncəsində. Yəni, hər hansı bir əməl etmək istədiyi zaman dərhal onu etməz. Dayanır. İnkənə lillahi anda, əgər bir Allah üçündürsə, onu yerinə yetirir. Yoxsa niyyətini düzəlmədikcə onu həyat keçirmir. Amma bu əsər üzərində alimlər əməldən əvvəl nəfsi hesaba çəkməyin mərhələlərini gətiriblər. Əməldən əvvəl nəfsi hesaba çəkməyin mərhələləri. Ona görə deyir ki, insan bir işi görmək istədiyi zaman onu birbaşa etməməli. Və dayanmalıdır. Və baxmalıdır ki, o iş xeyirlidir, xeyirli deyil. Hər hansı bir işin də xeyirli olmadığını insan ayırt etmək üçün elm lazımdır. Şəriət tərəfdən onu sübuta yetirməlidir. Xeyirli, xeyirli deyil. Xeyirli deyilsə, onu etmir. Qətiyyən ona yaxınlaşmır. Yox, əgər xeyirlidirsə, şəriət tərəfdən onun xeyirli olması sübuta yetəndən sonra yenə dayanır. Bu ikinci dayanmaqdır, ikinci mərhələdir. Baxır, ona gücü çatır, yoxsa gücü çatmır. Yəni, onu yerinə yetirməyə qadirdir, qadir deyil. Qadir deyilsə, baxmayaraq ki, əməl xeyirlidir, yenə etmir. Əgər qadirdirsə, gücü çatırsa, yenə dayanır. Bu üçüncü mərhələdir. Və baxır, qəlbini yoxluyur. Əgər onu, o əməli yerinə yetirməyə sövq edən, vadar edən, yönəldən Allah rizası deyilsə, yenə etmir. Niyyətini, qəlbini düzəltməkdir. Ona görə alimlər buyurur ki, insanın hər etmək istədiyi əməl xeyirli olmaya bilər. Hər xeyirli olan əmələ insanın gücü çatmaya bilər. Və hər gücü çatdığı əməl isə Allah rizası üçün olmaya bilər. Ona görə insan əməldən əvvəl, danışmazdan əvvəl
yəni bu mərhələləri keçərsə, o insanın əməli xeyirli, bərəkətli olur və qabula daha yaxın olur. Ona görə insan fikirləşməlidir, bu sözü deyirəm. Yəni bu mövqeyi tuturam. Yəni bu mövqeyi tutmağa məni vadar edən nədir? Yəni sırf Allah rızası, yoxsa burada qarışıqlar var, məqsədlər var. Və bildiyimiz kimi də Allah rızasını tərtəmiz, heç nə qarışmadan yəni əldə eləmək çox çətindir. Amma bizdə isə bu çox asanlaşır. Mən Allah rızası üçün belə elədim. Halbuki imamlar, böyük imamlar, onlara bu barədə sual veriləndə onlar bunu elə asanlıqla deməzdilər. Misal olaraq İmam Əhməd rahimehullah ona sual verilir. Ona deyilir ki, "Ətəalləmtəl ilmə lillah?" Yəni sən bu elmi Allah üçünmü öyrəndin? Yəni Allah rızası üçün öyrəndin. İmam deyir: "Əmə lillahi fəaziz." O ki qaldı Allah üçün, bu çox ağır məsələdir. Çox ağır məsələdir. Fəşey'un hubbibə iləyyə fəfəaltuh. Mənə sevdirilən bir iş oldu, yəni elm öyrənmək, ona görə etdim. Yəni o cür iman, yəni demədi ki, mən Allah rızası üçün etdim. Çünki bir işi heç nə qarışmadan, yəni biz sözsüz etiqadımız oldu ki, İmam Əhməd rahimehullah onun təvazökarlığından deyir. Amma ümumiyyətlə onu heç nə qarışmadan sırf Allah üçün etmək çox ağır, çox çətin məsələdir. Çünki bəşər nəfsinin dərinliyində əkilən bir xəstəlik var. Əkilən bir xəstəlik. Tərif sevgisi. Bu bəşər nəfsinin dərinliyində əkilən bir xəstəlikdir. Tərif sevgisi. Və görürsəndir, insan əməli gizlin edir. Heç kəs görmədiyi bir yerdə, amma görürsən ki, onu saxlaya bilmir. Onu danışır. Mən gecə qalxmışdım, belə oldu, belə oldu. Yəni elə çıxır ki, Allah Teala'nın onu görməsi, onun halını bilməsi, onun səsini eşitməsi ona kifayət eləmir, kiməsə də bildirir, başqasına eşitdirir. Ona görə bu çox çətindir, çox ağırdır. Və ona görə Süfyan Səvri rahimehullah deyərdi ki, "Mə aləctü şeyən əşəddə aleyhi min niyyəti." Mən müalicə etdiyim işlər içərisində ən ağırı, ən çətini niyyətim oldu. Yəni, çox şeylər müalicə etdim və onların içərisində ən ağırı, ən çətini niyyətim oldu. Niyə? Çünki hər dəfə dəyişirəm, çevrilir. İtirirəm, başqa bir formada bitir. Onu təmizləyəm, yenə başqa formada bitir. Və ona görə də düzgün, saf, təmiz şəkildə insanın yönəlməsi çox ağırdır. Bunun üçün Allahın yardımı olmasa mümkün deyil. Ona görə davranışların hər birində iki zid tərəf və orta yol vardır. İki zid tərəf və orta yol, yəni şəriətin tələb etdiyi vardır. Sən insanın valideynlərinin davranışından tutmuş, evdə yoldaşı ilə davranışı, uşaqlarla davranışı və digər insanlarla davranışı, möminlərlə, qeyriləri ilə, bidət əhli ilə davranışı. Bütün bunların hamısında nə var? İfrat və təfrit vardır. İfrat və təfrit vardır. Sən valideynlə davranışda Allah təala buyurur ki: "Və qada rabbuka alla ta'budu illa iyyah."
Rəbbim buyurdu ki, yalnız ona ibadət edin və bil-valideyn ihsənə, valideynlərlə yaxşı davranın. İmmə yəbluğannə indəkəl kibara ahaduhuma və kilahuma fələ təqul ləhumə uffin və lə tənharhuma və qul ləhumə qavlən kərimə. Onlardan biri və yaxud da ikisi sənin yanında düşkünlük çağına çatarlarsa, onlara xoş söz de, onları acılama. Onlara uf belə demə. Onlara uf belə demə, onlara xoş söz de, onlara acılama. وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا. Və sən zəlillik qanadlarını onların üzərinə mərhəmətlə aç. Və de ki, ey Rəbbim, onlar məni balacalıqda böyüklükləri kimi sən də onlara rəhm et. Rabbukum a'lamu bima fi nufusikum. Rəbbiniz sizin nəfsinizdə olanı bilir. İn təkunu salihinə fə innəhu kənə lil-əvvabinə qafura. Əgər siz salih olsanız, Allah Teala özünə tərəf dönənləri, tez-tez tövbə edənləri, qayıdanları bağışlayandır. Yəni, fikir verin, ayələrin axırında nə gəldi? Yəni, Allah Teala hara vuruladı? Qəlbi. Nəfsinizdə olanı bilir. Yəni, siz o valideynlərinizə etdiyiniz yaxşılıq hansı baxımdandır? Ona görə alimlər gətirir ki, yəni, insanın sadəcə yaxşılığın özlüyündə kifayət deyil. O qəlbdəki əsas mənalardır insanı ucaldan. Ola bilərdir, insanın imkanı var, zəngindir, valideynlərin bütün ehtiyacını ödəyir, amma qəlbində valideynlərinə qarşı nifrət var. Nifrət, kin-küdurət var, təkəbbürlük var. Yəni, bunu etdiyin yaxşılığın ondan bir faydası yoxdur. Deməli, o yaxşılıq nə vaxt insana fayda verir? O qəlbində o mənaları tutmadıqca. وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ. Yəni, zəlillik qanadlarını onların üzərinə mərhəmətlə aç. Yəni, insan etdiyi o yaxşılığı zəlilliklə etməlidir. Yəni, özünü möhtac, yəni valideynlərin özünə yox, özünün valideynlərini möhtac hesab edərək, yəni o yaxşılığı etməlidir. Ki, ona faydası. Ona görə Allah Teala buyurur, Rabbukum a'lamu bima fi nufusikum. Allah sizin nəfsinizdə olanı, qəlbinizdə olanı bilir. İn təkunu salihin, əgər siz salih olsanız, Allah Teala özünə tərəf dönənləri, tövbə edənləri, qayıdanları bilir, bağışlayandır. Deməli, yəni insanı ucaldan, deməli nədir? Qəlbində olandır. İbn-i Qayyim Rahimullah buyurur ki, dünyanın yolları, dünyanın çöllükləri, dünyanın səhraları ayaqlarla qət olunur. Amma ahirətin çöllüyü isə, ahirətin səhraları isə qəlblərlə qət olunur. Qəlblə qət olunur. Ola bilər ki, eyni ibadəti iki insan topuq-topuğa, çiyin-çiyinə duraraq eyni əməlləri etsinlər, amma o iki nəfər arasında göy ilə yer qədər fərq olsun. Eyni səcdə, eyni rükû, eyni təkbirlər, göy ilə yer qədər fərqin olması səbəb, zahir yox, nə oldu? Qəlb oldu. Qəlbində keçdən, yəni mənalar oldu. Deməli, nə vaxt ki, insanın qəlbi düzəlir və insanın digər davranışlarının da düzəlməsinə səbəb olur. Fikrin valideynlər davranışdır. Və həmçinin sonra gəlir öz insan ailəsindən davranış. Yəni, nəyə görə bunlar vurğulanır? Yəni, bəzən insan deyirlər ki, nə problem var, mən namazımı qılıram, digər əməllərim gedində. Amma sən əgər davranışların şəriətin tələb etdiyi şəkildə deyilsə, evdə 5 saat, 3 saat və yaxud da insanlarla, qardaşlarla, qeyriləri ilə o keçirdiyin vaxt şəriətin tələb etdiyi şəkildə deyilsə, o vaxtın ibadətə keçmir.
o vaxtın hamısı nəfsə ibadətə gedir. Niyə? Çünki sən nəfsinin tələb etdiyi şəkildə davrandın, şəriətin tələb etdiyi şəkildə yox. Həmçinin insanın yoldaşına davranarkən, yəni iki zid tərəf və orta yol vardır. İki zid tərəf, orta yol. Yəni bəziləri həddindən artıq, yəni sərt davranır. Bilmədiyi üçün və yaxud da bildiyi halda da sərt davranır. Eləsi də var, yəni qadının, arvadın ipini açıb buraxır, nə istəyirsə hamısını həyata keçirir, tək ki o sevimli bir ər olsun. Yəni bu da problemdir. Bu ifratdır, bu da təfriddir. Deməli, orta yol hansıdır? Şəriətin tələb etdiyidir. Şəriət nə bunu tələb edir, nə bunu tələb edir. Məsələn, Allah Qur'anda buyurur ki, وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ Yəni, kişilərin qadınlar üzərində haqları olduğu kimi, eyni elədi qadınların kişilər üzərində haqqı vardır. Bu ayə əsasən İbn Abbas radiyallahu anhumə deyir ki, necə ki, mən yoldaşımın mənim üçün bəzənməsini istədiyim kimi, mən də onun üçün bəzənirəm. Və həmçin deyərdi ki, mən istəmirəm ki, bütün haqlarımı ondan tələb edim, sonra ona vacib olduğu kimi mənə də vacib olsun. Əgər bir insan öz haqqını tələb edir, amma özü isə onun haqqını vermirsə, İbn Hüseyin Rahimullah deyir ki, o mutaffif sayılır. Mutaffifin surəsi var. وَيْلُ لِلْمُطَفِّفِينَ Vay olsun mutaffiflərə. اَلَّذِينَ اِذَا اَتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ O kəslər ki, başqalarından aldıqları zaman tam şəkildə ölçərək, çəkərək alarlar. وَإِذَا كَالُوهُمْ اَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ Amma özləri satdıqları zaman, ölçdükləri zaman, çəkdikləri zaman başqalarına əskildərlər. Deməli, İbn Hüseyin Rahimullah deyir ki, bu tək alış-verişə aid deyil, yəni bütün haqlara aiddir. Əgər bir insan yoldaşından tələb edir ki, o belə olmalıdır, bişirməlidir və bəzənməlidir, filan işləri görməlidir, amma özü isə onun haqlarını ödəmirsə, mudaffif sayılır. Ona da nə gəlir? Hədə gəlib. Vayl da əgər gəlibsə, onun böyük günah olmasını bildirir. Və həmçinin digər məsələlərdə, indiki terminlərlə ona deyilir ki, ikili standartlar. Ərəbcə deyilir, əl-keylu bimikyələyn. Yəni, iki tərəzi ilə çəkmək. İki mikyəllə çəkmək, ölçmək. Və bu da bir növ yəni, bidət əhlində də bu əlamətlər vardır. Yəni, nə vaxt ki, özlərindən olur, başqa cür davranış olur. Özlərindən olmayana tam fərqli davranış olur. Ona görə, yəni, insan şəriəti bilməlidir ki, atdığı addımlar düzgün olsun. Yəni, özü də bilmədən, bəlkə istəyir, xeyri istəyir. Hər xeyri istəmək, insanın ona çatması, deməsi deyildir. Necə ki, İbn Məsud radiyallahu anh deyir. Abu Musa Əş'ari radiyallahu anh gəlir. Deyir ki, məsciddə belə-belə insanlar var. Dairəli şəkildə oturublar və hər birisinin qabağında bir koma daş var. Və onların böyüyü deyir ki, 100 dəfə Subhanallah. Hamısı daşları götürürlər, bir tərəfə qoyurlar, Subhanallah, Subhanallah, 100 dəfə. Sonra 100 dəfə Elhamdülillah, Allahu Ekber. Və deyir ki, İbn Məsud radiyallahu anh, bəs sən heç nə demədin mi? Deyir ki, yox. Çünki Abu Musa Əş'ari balaca sahabələrdən, İbn Məsud böyük sahabələrdən idi. Və İbn Məsud onların yanına gəlir və deyir ki, üzü bağlı. Üzünü açdıqdan sonra deyir ki, məni tanıyırsınızmı? Və deyirlər ki, bəli. Sən Peyğəmbər s.ə.v ən yaxın sirdaşısan. Deyir ki, bu etdiyiniz nədir? Deyir ki, biz bunlar xeyir istəyirik. Və onun İbn Məsud radiyallahu anh deyir ki, kəm min muridin lil xeyri lən yusibə.
neçə xeyir istəyənlər vardır ki, ona çatmayacaqlar. Yəni, insanın xeyir istəməsi, insanın haqq yolda olması deyil. Və onlara deyir ki, ya siz Peyğəmbər sallallahu aleyhi və səlləmdən üstün bir yoldasınız və yaxud da zəlalət qapısını açmışsınız. Yəni, hər iki tərəfdən zəlalətdədirlər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmdən üstün ola bilməzlər. Deməli, nədir? Zəlalət qapısını açmışsınız. Deməli, həmçinin digər məsələlərdə insanın xeyr üzərində olması, yəni yaxşı niyyətinin olması, haqq yolda olması demək deyil. Nə qədər ki, onun mövqeyi, addımları, əməli Peyğəmbər s.ə.v-in sünnəsinə müvafiq olmadıqca. Məsələn, hizbilərin əlamətindən də olur ki, və yaxud da tərifindən olur ki, necə ki, Şeyx Muqbir Rahmanullah hizbilərin tərifində deyir ki, onlar sələfi dairəsini daraldanlardır. Yəni, kim ki, özlərindəndir, yaxşı olan, özlərindən deyil, o yaxşı deyil. Deməli, xülas olaraq tərif nədir? Dost və düşmənçilik, sevgi və nifrət şəxsə görə və cəmaata görə olarsa bu hizbilikdir. Amma biz isə deyirik ki, əhl-i sünnəyə görə, sələflərə görə dost və düşmənçilik, sevgi və nifrət Allaha və Rasuluna görə olmalıdır. Amma onlarda isə əksinədir. Yəni, bir insan ki, özlərinin dediyi, gördüyü görüşü görür, axmağın biri də olsa yaxşı olandır. Amma özlərin görüşü təsdiqlənməyən, ola bilər ki, Allahın evliyasıdır. Allahın dostu da olsa, yaxşı ola bilməz. Yaxşı ola bilməz. Ona görə, görsən, bunlarda həmçinin olur, müdafiqlər olur. Yəni, özlərinə gələndə başqa münasibət olur. Amma başqaları ilə başqa münasibət. Allah Teala deyir ki, وَيْلُ لِلْمُطَفِّفِينَ Vay halına mudaffiflərin. Ona görə yəni, salamat qalmaq, fitnələr zamanı, yəni, Qur'an və sünnəyə sarılmağa görənir. Nə qədər ki, insanlar Qur'an və sünnəyə sarılır, bir o qədər də salamat qalır. Amma Qur'an və sünnədən uzaq düşərsə insan, ancaq dedikodular olarsa, bir o qədər də insan məhvə doğru gedir. Alimlərdən biri buyurur ki, fitnələr zamanı deyilən, danışılan hər bir sözün hərfləri xəncərə çevrilərək ümmətin birliyini parçalayır. Fitnələr zamanı danışılan sözlərin hər bir hərfi xəncərə çevrilərək ümmətin birliyini parçalayır. Və həmçinin buyururlar ki, fitnələr zamanı sözlər və yaxud da xəbərlər çirkli olur. Və deyirlər ki, sən o xəbərləri ağzında çeynəmə, onu fətəbəyyənu ayəsi ilə yumadıqca. Fətəbəyyənu ayəsi də hansıdır? Ya eyyuhəl-ləzīnə əmru incəkum fəsiqun binəbəyin fətəbəyyənu. Fasik sizə bir xəbər gətirərsə iman gətirənlər, onu aydınlaşdırın, dəqiqləşdirin. Deməli, o çirkli xəbərləri nə etmə? Ağzında o saqqız kimi çeynəmə,
fətəbəyyənu ayəsi ilə onu yumadıqca. Ona görə alimlər buyurur, fitnələrin böyüməsinə ən böyük səbəb bu ayəyə riayət olunmamasıdır. Bu ayəyə insanların riayət eləməməsi fitnələrin nə qədər böyüməsi səbəb olur. Özü çox asandır. İndiki dövrdə məsələni dəqiqləşdirmək, aydınlaşdırmaq çox elementar bir məsələdir. Bir dənə zənglə belə bir şey olur, olmayıb və olursa necə olur? Və görürsən ki, bir məclisdə deyilən söz, biri başqa cür başa düşür, başqası başqa cür başa düşür. Hansı ki, 10 nəfərdən hər bir cür başa düşə bilər. Amma ona görə nə olmalıdır? Fətəbəyyənu. O söz gətirən nə olmalıdır? Dəqiqləşdirmək. Ona görə sələflərdən biri deyərdi ki, bil ki, kim sənə söz gətirirsə, başqasına da aparır. Səndən başqasına da aparır. Ona görə başqası deyərdi ki, biri söz gətirir ona və o da deyir ki, əmə vəcədə şeytanu rasulən qeyrək, biz şeytan səndən başqa elçi tapmadı mı? Gör, onlar necə qarşısını alırdılar. Və ona görə belə problemlər yaranmırdı. İndi kimin gəldi sözü mötəbər olaraq götürülür və onun üzərində əhkamlar qurulur. Əl-ma'sumu mən asaməhullah, amma qorunan insan kimdir? Allah Teala'nın qoruduğu kimsədir. Ona görə çoxlu dualar insanın sabit qalması üçün və xeyirli işləri bilərək insanın xeyirli əməllərdən yapışması, necə ki Peyğəmbər sallallahu buyurur, bədiru bil a'mali fitənən kəqita'al-leylil muzlim. Zülmət, qaranlıq gecəsi kimi fitnələr gəlməzdən əvvəl əməllərə tələsin. Deməli, zülmət qaranlıqda insan yola çıxdığı zaman yolu görmür, hara getdiyini bilmir. Fitnələrdə də insan elə olur. Bilmir. Ona görə insanı qoruyan nədir? Əməllər, fitnələrdən əvvəl də, fitnələr gəldikdən sonra da. Və həmçinin ən mühüm məsələlərdən biri bilinməsi, fitnə nədir? Fitnənin çox mənaları var. Fitnə şirk mənasını verir, fitnə əzab mənasını verir, fitnə yandırmaq mənasını verir, fitnə imtihan mənasını verir. Yəni, bir çox yerlərdə imtihan mənasına gəlir, fitnə mənası. Və İbn-i Qayyim Rahimullah deyir ki, bunların əsas özündə əhatə edən məna nədir? Fitnə insanı haqdan, Qur'andan, sünnədən döndərən hər bir şey fitnədir. Fitnə nədir? Yəni, əgər sən ayırmaq istəyirsənsə, bir şey fitnədir, fitnə deyil. Biri deyil, bu fitnədir, o biri yox, fitnə deyil. Fitnədir, fitnə deyil. Yaxşı, səndə də bir açıq aydın dəlil yoxdur onun fitnə olub olmamasına. Necə aid edə bilərsən? Açıq aydın İbn-i Qayyim Rahimullah gətirir və həmçinin dəlil də var, dəlil gətirəcək inşallah. Fitnə nədir? Fitnə insanı Qur'andan və sünnədən yayındıran hər bir şey fitnədir. Bax, sən o məsələlərə qarışandan sonra sənin Qur'ana olan sevgin və Qur'an əhlinə olan sevgin artıbsa və sünnəyə olan sevgin, onu əzbərləməyin, ona olan əməlin artıbsa, deməli bu fitnə deyil. Yox, əgər bu söhbətlərdən sonra artıq sən Qur'anı da açmırsansa, hədisləri də öyrənmirsənsə, həm öyrənmək, əzbərlənmək, başa düşmək baxımından yayınmısansa, demək, əmin ol ki, bu fitnədir. Fitnədirsə nə etməlisən? Tərk etməlisən. Və bunların da fitnə olmasına dəlil Əl-İsra surəsi 73-cü ayədir. Allah Teala buyurur: "Və in kadu leyeftinunaka anillezî awhayna ileyk." Onlar az qala sənə etdiyimiz vəhiydən döndərirdilər. O döndərmək sözləri fitnədir. Ərəbcə fitnə gəlir. Yeftinunək nə edirdilər? Döndərirdilər. Deməli, fitnə sözünün mənası nədir? Döndərmək. Nədən döndərmək? Qur'andan. Vəhiy nədir? Vəhiy həm Qur'andan, həm sünnədir. Sünnə də vəhiydir. İnsanı vəhiydən, Qur'andan, sünnədən döndərən hər bir şey nədir? Fitnədir. Və həmçinin Maidə surəsində də, yəni buna oxşar
dəlillər keçir. Orada fitnə mənası döndərmək mənasındadır. Və buna görə üzərimizə düşən, salamat qalmağımız üçün deyilən sözləri tərəzi ilə yoxlamalıyıq. Tərəzi nədir? Quran və sünnə. Əgər uyğun gəlirsə, götürülür. Uyğun gəlirsə, hər bir şey atılır. Yəni bizdə əlhəmdülillah təzim olunan imam yoxdur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən başqa. Yəni təzim olunan imam hər bir şeyi sual olmadan götürülən Muhammed sallallahu aleyhi və səlləmdir. Ondan başqası sözü düz də çıxa bilər və xata da edə bilər, yanılada bilər. Hətta o vaxtı sahabələrin dövründə İbn Abbas radiyallahu anhuma bir məsələdən danışanda onlar deyirlər ki, Abu Bəkir Ömər belə deyir. Və İbn Abbas radiyallahu anhuma deyir ki, mən qorxuram ki, Allah Teala sizin başınıza göydən daş yağdırar. Deyirəm ki, Allah Rasulü belə deyir. Deyirsi ki, Abu Bəkir Ömər belə deyir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sözündən qarşısına qarşı Abu Bəkir və Ömər kimi əfsəl, ümmətin ən əfsəl insanları qoyula bilməzsə, ondan aşağı olan kim qoyula bilər? Çox dəhşətli bir haldır. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm hədisi gələndən sonra onun qabağına kiminsə sözünün qoyulması. Ona görə alimlər gətirir ki, Peyğəmbər s.ə.v-in həyatında dirikən onun sözünün səsindən yuxarı insanın səsini qaldırması insanın əməllərini batil edirdisə, amma vəfatından sonra onun hədisindən, onun sözündən yuxarı kiminsə sözünü qaldırmaq necə insanın əməlini batil etməsin. Necə ki, Hücurat surəsində keçir. Ən təhbata a'malikum və entum la teş'urun. Yəni, siz özünüz də hiss etmədən əməlləriniz batil olar. Demək, elə şeylər var ki, insan özü də hiss etmədən əməlləri puç edir. Əməllərin batil olmasına gətirib çıxardır. Allah Teala istəyir ki, Allah Teala hər birimizi bu yolu sabit eləsin. Yəni Allah Teala haqq yolunda, çünki bu dua məsələsində yer gəlmişkən mühüm bir məsələ keçir. Yəni insan deyir, heç vaxt dua edəndə bu yoldan sabit eləsin, yox, haqq yolunda sabit eləsin deməlidir. Niyə? Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm niyə bəzi insanların hidayət olmamasına, düzəlməməsinə səbəb nədir? Yəni, dua edərkən bəzən təkfirçilər olur. Deyir, Allah bizi bu yolda sabit eləsin. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hansı ki, Allah Teala onun haqqında buyurur Quranda, sən açıq aydın haqq üzərindəsən. İnnəkə aləl haqqil mubin. Sən açıq aydın haqq üzərində, şək yoxdur. Və bununla yanaşı Peyğəmbər s.ə.v gecə namazına qalxanda və istiftah duasını belə oxuyardı ki, Allahümmə Rabbə Cibril və Mikail və İsrafil. Allahım Cəbrail, Mikail, İsrafilin Rəbbi. Fatirəs səməvati vəl-ard. Göyləri və yeri yaradan. Alimel qeybi və şəhədə. Qeybi və aşkarı bilən. Əntə təhkumu beynə ibadikə fīmə kənu fihi yaxtəlifun. Sən qulların arasında onların ixtilaf etdiyi məsələlərlə hökm verirsən. İhdini liməxtulifə fihi minəl haqqi bihi. Sən onların ixtilaf etdiyi məsələlərdə öz izninlə məni doğru oluna yönəlt. İnnəkə təhdi mən təşəv ilə sırat-ı müstəqim. Həqiqətən sən istədiyini doğru yola yönəldirsən. Yəni Allah Teala istəyir ki, Allah Teala hər birimizi doğru yolda sırat-ı müstəqimdə sabit eləsin
hidayətimizi artırsın, hər birimizi xeyrə müvəffəq eləsin. Allah Teala kim ki İslama, müsəlmanlara fitnə istəyir, hilə vurmaq istəyir, Allah Teala o fitnəni, o hiləni öz başlarında çatlasın. Allah razı olsun. Sağ olun. İxlasla.com saytı tərəfindən təqdim olundu.